Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər. Bu videoda mən Tərlan Rəcəbəliyev sizlər üçün litasver bölməsinə qədər əvvəlki illərdə qəbullarda istifadə edilən test nümunələri yığmışam. Videomuzda sizlər üçün qeyd etdiyimiz həmin bu test nümunələrin izahlarını təqdim edəcəm. Bu arada hələ də kanalımıza abunə deyilsinizsə, vaxtında abunə olun ki, paylaşımlarımızdan tez bir zamanda xəbərdar ola biləsiniz. Birinci sualımız belədir. Yay gün dönümü günü qış gün dönümü günündən fərqləndirən xüsusiyyətlər müəyyən edin. Yay gün dönümü 22 gün tarixidir. Bu zaman Günəş şimal tropik 23.5 şimal zenitdə olur. Qış gün dönümü isə 22 dekabr tarixidir. Hansı ki bu tarixdə Günəş cənub tropik üzərində zenitdə olur. Yəni 22 günü 22 dekabrdan fərqləndirən ifadələr hansılardır onları istəyir. Xatırladaq ki bu sual mötərizədə qeyd edilən tarixdə istifadə edilib qəbulda. Birinci ifadə belədir. Günəş Afrika materikində zenitdə olur. Zenit 90 dərəcə düşməsidir. Hər iki tarixdə Günəş Afrikada zenitdə olur. Bu orta ifadədir. Belə ki 22 iyun və müvafiq olaraq 22 dekabr tarixində gördüyünüz kimi bu 22 iyun olsun, bu da 22 dekabr olsun. Günəş Afrika üzərində zenitdə olur. Bu ortaqdır. O yüzden də bunu götürmürük. İkinci ifadəyə diqqət edək. Günorta vaxtı cənub tropik xətti üzərində yerləşən şaqili dirən kölgəsi özündən uzun olur. 22 gün tarixində Günəş şimal tropiki üzərində zenitdə olur, yəni bura 90 dərəcə düşür. Bu zaman cənub tropikinə 2 dərəcə düşür, gəlin onu hesablayaq. 90 çıxılsın mötərizədə enlik söhbət cənub tropikindən gedir 23.5 və 22 gün tarixində Günəş şimal tropikində zenitdə olur 23.5 şimal. 1 şimal 1 cənub toplayırsınız 47, 90'dan da çıxanda eləyir 43 dərəcə. Beləliklə 22 gün tarixində cənub tropik xətti üzərində dayanan məntəqə günorta vaxtı 43 dərəcə bucaq altında düşür. Yadda saxlayın ki, əgər düşmə bucaq 45 dərəcədən böyükdürsə bu zaman kölgə qısa olur. Qeyd edək, kölgə qısa. Yox, əgər 45 dərəcədən kiçikdirsə, misal üçün bizə 43 idi, bu zaman kölgə uzun olacaq. Kölgə şaqil dirən uzunluğundan daha uzundur. Bizim də şərtimizdə məhz 43 dərəcə olduğuna görə diqqət edək. Kölgə özündən daha uzun olur. Bu doğrudur. Əlavə məlumat üçün onu deyim ki, qış gün dönüm tarixində cənub tropiki üzərində günorta vaxtı Günəş zenitdə olduğuna görə kölgə olmayacaq. Üçüncü ifadəyə baxaq. İslandiya adasında gündüzün uzunluğu İrlandiya adasına nisbətən daha çoxdur. Bu ifadəni başa düşmək üçün belə bir qayda deyəcəm. Günəş hansı yarımkürədə zenitdədirsə, həmin yarımkürənin qütbünə doğru getdikcə gündüz daha da uzanır. Müvafiq olaraq İslandiya buradadır, İrlandiya da buradadır. 22 gün tarixində, yay gün dönüm tarixində Günəş əlbəttə ki şimal tropikində, şimal yarımkürəsinin zenitdədir. Bu zaman daha şimaldakı məntəqədə gündüz daha uzundur. Yəni İslandiya, İrlandiya nəzərən şimalda olduğuna görə gündüzü daha uzundur. Bu ifadə də doğrudur. Ancaq 22 dekabr tarixində Günəş cənub yarımkürəsində zenitdə deyilən bu səfər şimaldakılarda gündüz daha qısa olacaq. Gecə uzundur. Davam edirik. 4-cü ifadəyə baxaq. Ekvator üzərində Günəş şüaları ən kiçik bucaq altında düşür. Diqqət edirsinizsə, hər iki tarixdə Günəşin zenit vəziyyəti ekvatora görə ən uzaq mövqedədir. Bu zaman hər iki halda ekvatora 66.5 dərəcə bucaq altında düşəcək. Çünki zenit vəziyyət ekvatordan 23.5 dərəcə enlik fərqindədir. Həm 22 gün tarixində, həm 22 dekabr tarixində və bu tarixlərdə ekvatora 66.5 dərəcə bucaq altında düşür. Bu ortaqdır. 1 və 4-dəki ifadə ortaqdır. 5-ə baxaq. Şərqi Asiyada musson küləkləri qurudan dənizə əsir. Diqqətli olaq. 22 iyun şimal yarımkürəsi üçün yay fəslidir. Yay fəslində də bilirsiniz ki, küləklər, mussonlar okean üzərindən quru üzərinə əsir. Əlbəttə ki, bizdə quru üzərinə okeana yazdığına görə yanlışdır. Bu ifadə xüsusilə də 22 dekabra aiddir. Belə ki, 22 dekabr şimalda qış fəsli olduğuna görə quruda yüksək təzyiq olacaq və qurudan okeana doğru küləklər əsəcək. 6-ya baxırıq. Günəş günorta vaxtı ekvatordan 0 azimutda görünür. Bilirsiniz ki 22 gün tarixində Günəş şimal tropik üzərində zenitdədir. Bu zaman günorta vaxtı ekvatorda dayanan şəxs Günəşi özündən harda görəcək? Şimalda görəcək və bu
0 azimut deməkdir, doğrudur. Amma 22 dekabr tarixində isə günorta vaxtı saat 12-də o cənub istiqamətində, yəni 180 azimutda görəcək. Bizim bu tapşırıqda 236 A variantı doğru cavabımız edir. 2 nömrəli tapşırığımıza diqqət edək. 180 dərəcə meridian üzərində olan məntəqələrdən A məntəqəsi 37 dərəcə cənub enliyindədir. B məntəqəsi 43 dərəcə şimal enliyində yerləşir. Baş miqyası 1 sm 200 km olan xəritədə bu məntəqə arasındakı məsafə 45 sm olarsa, tərifi xətanı bizdən istəyir. Tərifi tapmaq üçün birinci siz dərəcə torundan istifadə edib həqiqi məsafəni tapacaqsınız. İkincisi baş miqyas və xəttəki məsafə əsasən həqiqi məsafəni tapacaqsınız. Aradakı böyükdən kiçiyə çıxaraq fərqi tərif kimi qeyd edəcəksiniz. Dediyimizi tətbiq edək. Birinci addımda verilən koordinatları qeyd etməyə çalışaq. 180-ci meridian olsun bu. Fərq etməz, ixtiyari bir meridiandır. 180 dərəcə meridian üzərində qeyd edilib ki, A məntəqəsi 37 cənubdur. Bu ekvator olsun, bu da 37 cənub enliyi. A məntəqəsi. B məntəqəsi isə 43 dərəcə şimal enliyində yerləşir. Və ilk öncə bunlar arasındakı həqiqi məsafəni hesablayaq. Belə ki, biri şimal, biri cənubsa toplayırsınız, eləyir 80 dərəcə. Meridiyanda da 1 dərəcə 111 kilometrdir. 80-i vurursunuz 111-ə. Bu arada meridiyan üzrə 111-i özü verib. Bu da elədi 8880 kilometr. İkincidə isə təqdim edilən baş miqyasdan istifadə edəcəksiniz. Burada xəritə üzərində 1 sm-ə 200 kilometr uyğun gəlir. Həmin xəritə üzərində AB arasındakı məsafə isə 45 sm məsafə tutduğu qeyd edilir. Bunda x kilometr qeyd edək. Düz mütənasibdə çarpaz vurursunuz. X-i tapanda nəyə bərabər olacaq? 45 vurulsun 200. Bu da elədir 9000 kilometr. Sonda nə etməliyik? Böyükdən kiçiyi çıxmalıyıq. Burada böyük olan 9000-dir. Kiçik olan da 8880-dir. Arada da 120 kilometrlik tərif var. Bir dənə də sual verim. Sizcə bunlardan düzgün olan hansı rəqəmdir? Əlbəttə ki, doğru cavab dərəcə toruna əsasən hesabladığımız rəqəm 8880 kilometrdir. Amma xətalı olan hansıdır? Xəritə üzərində tapdığımız baş miqyasa əsasən məsafə 9000 kilometr. Neçə kilometr tərif yaranıb? 120 kilometrlik tərif yaranıb. Növbəti sualın izahına başlayaq. A və B məntəqələrinə aid xüsusiyyətləri və onlar arasında olan məsafəni kilometrlə təyin edin. Həm xüsusiyyət, həm də kilometrlə məsafəni tapırıq. Gördüyünüz kimi A məntəqəsinin koordinatı bildirək bizə. Nə veribdir? 40 şimal enliyidir. Qrinviçə nəzərində 15 dərəcə şərq uzunluğundadır. B məntəqəsi də A ilə eyni enlikdə 40 şimaldadır. Bu səfər 60 şərq uzunluğunda yerləşir. Eyni enlikdə isə əlbəttə ki, ekvatordan olan məsafələri eynidir. 40 dərəcədirsə 4440 km şimaldadır və yaxud da ki, B də həmçinin ekvator nəzərən 4440 km şimaldadır. Həmçinin qütblərdən də eyni məsafədədir. Çünki paralellər bilirsiniz ki, ekvator və qütblərdən eyni məsafədə çəkilən xəyali çevrələr idi, tam çevrə idi. Birinci ifadəni oxuyuram. Şərq yarımkürəsində yerləşir. Həqiqətən də həm A, həm də B, Greenwich bizim başlanğıc meridiyana nəzərən sağdadır, yəni şərqdədir, doğrudur. Biri götürdük. 2 də mülayim və tropik işıqlanma quşlarında yerləşir. Burada biz məntəqələrin 40 şimal enliyində olduğunu, 40 şimal isə tropik xətti 23.5 ilə şimal enliyində 66.5 arasında olduğunu, yəni bu ərazilər mülayim işıqlanma quşağına aiddir. Tropik ifadəsi yanlışdır. Tropik 23.5-lər arasında olan ərazidir. 2 yanlışdır. 3. Greenwichdən eyni məsafədə yerləşirlər. Bu ifadə də yanlışdır. Greenwich bu gördüyünüz meridiyandır. A Greenwich'e daha yaxındır. B isə ondan daha uzaqdadır. O yüzden də bu ifadə də yanlışdır. Amma 4-dəki ifadə nədir? Eynidir. Paralellər bilirdik ki, ekvator və qütblərdən eyni məsafədə çəkilən xəyali tam çevrələrdir. Belə ki, həm A, həm də B məntəqəsi ekvator nəzərən gördüyünüz kimi 40 dərəcəlik enlik fərqindədir. 40-ı da meridiyanın 1 dərəcə qiyməti olan 111-ə vursaz, hər ikisi ekvatordan 4440 km şimaldadır. Eyni zamanda paralellər qütblərdən də eyni məsafədədir. 5 də doğrudur. Hər ikisi qütb 90 ilə 40 arasında 50 dərəcə var. 111-ə vursaz, hər ikisi şimal qütbdən məsəl üçün
5550 km məsafədədir. Beləliklə 1,4,5 bizim AB üçün ortaq cəhət oldu. Alttaki ifadəyə diqqət edirik. Müvafiq olaraq 1-ci və 5-ci saat quşaqlarında yerləşirlər. Bu yanlışdır. Saat quşaqları 15/1 çəkilir. A məntəqəsini tapmaq üçün 15-i 15-ə böləndə 1-ci saat quşağı doğru verilib. B-də isə 60-ı 15-ə böləndə 4-cü saat quşağı eləyir. Burada isə 5-ci verilib. Ona görə yanlışdır. 5 yox, 4-cü olmalıydı. Qaldı ki, aradakı məsafənin tapılmasına burada diqqət edək. A ilə B arasında neçə dərəcə fərq var? Hər ikisi şərqdədir. 45 dərəcəlik fərq var. Və 40-cı paraleldə əzbərə bilməlisiniz ki, Bakının yerləşi paralel olduğuna görə 1 dərəcə göz burada 85,4 kilometrdir. 45-i də müvafiq olaraq 85,4-ə vursanız, bu zaman 3843 kilometr alacaqsınız. Onsuz da biz xüsusiyyətə əsasən D doğru olduğunu, yaxud da ki, siz birbaşa kilometrinə məsafəni tapsaydınız, xüsusiyyətləri tanımadan da bu test tapşırığını sürətli şəkildə cavablandıra bilərdiniz. Xatırladaq ki, 2020-də qəbulda düşən sualımız idi. Növbəti 4 nömrəli tapşırığımıza baxaq. 2009-un qəbuludur. B-dən keçməklə A-dan C-yə qədər olan məsafə xəritə üzərində 22,2 cm bərabər olarsa, xəritənin miqyasını hesablamaq bizdən tələb edilib. Deməli, biz əvvəlcə A-dan B-yə düşmüşük. Daha sonra da B-dən C-yə getmişik. Nəzərə al ki, meridyanda və ekvatorda 1 dərəcə göz 111 km-dir. İşimiz xeyli rahatdır. A-dan B-yə neçə dərəcə düşmüşük? A 20 şimaldadır, B isə ekvatordadır. 20 dərəcə gəlmişik. Bundan əlavə B-dən C-yə gedəndə də bu B-dən ekvatora qədər gördüyünüz kimi 20 qərbdən Qrinviçə qədər 20 dərəcə gəlmişik. Ekvatordan da C-yə qədər toplam 40 şərqdədir də bu. Deməli, burada da 40 dərəcə. İndi B-dən C-yə biz toplam nə qədər gəldik? 20, 40, 60 dərəcə gəldik. Əvvəl nə qədər gəlmişdik? A-dan B-yə 20. Gəlin hesablayaq. A-dan B-yə 20 dərəcə. B-dən C-yə də, bu altdakilər silirəm, B-niz qarışmasın. B-dən də C-yə 60 dərəcə getmişik. Müvafiq olaraq da həm meridian üzərində AB boyunca, həm də BC ekvator boyunca bizə bildirir ki, 111 ilə hesabla. Belə deyirsə, nə gözəl. 111-ə vurun geçsin. Cavabımızı tapaq. 8880 kilometr edir. Hansı ki, bunun 2220 kilometri A-dan B-yədir. 6660 kilometri də B-dən C-yə qədər olan hissədir. Toplamda 8880-dir. Miqyas isə, daha doğrusu xəritəki məsafə isə 22,2 cm-dir. Əlbəttə ki, son olaraq aldığınız bu cavabı 22,2-yə böləcəksiniz. Gəlin qeyd edək. 8880-i bölək 22,2-yə. Bu zaman nə qədər alınacaqsa baxaq. Bu zaman 400 kilometr alırıq. 400 kilometrə görə də yanına əlbəttə ki, ədədi miqyas kimi yazmalıyıq deyənə kilometrə görə 5 dənə 0 yazacağıq. Deməli, 400 kilometrə görə 5 dənə 0 əlavə etsək 1, 2, 3, 4, 5. Toplam 1 bölünsün 40 milyon olacaq. Buna uyğun doğru cavabımız da elə A variantındadır. 5-ci test tapşırığımıza baxırıq. A məntəqəsini görürsünüz. Ekvator və Qrinviçin kəsişdiyi hissədədir. Burada əvvəlcə 0 azimut, yəni şimala doğru 40 dərəcə gedirik. Yəni 0 azimutdan 40 dərəcə qalxaq. Şimala doğru çatdıq bu nöqtəyə. 40 şimala çatdıq. Daha sonra 270 azimutla üfüqün qərb istiqamətidir. Qərbə doğru isə 45 dərəcə getmişik. Bu səfər 45 dərəcə gəldik, çatdıq bura. Əvvəlcə 40 dərəcə qalxdıq. Daha sonra 45 dərəcə sola getdik, qərbə getdik. Çatdıq biz B məntəqəsi deyək. İndi isə həmin məntəqənin coğrafi koordinatları və getdiyi yolun uzunluğunu bizdən istəyir. Bunun üçün əlbəttə ki, 40 şimala qalxmışıqsa 40 şimal liniyə çatarıq. 45 dərəcə Qrinviçdən sola getmişiksə, indi burada qeyd edək, 45 dərəcə qərb uzunluğuna çatarıq. Beləliklə, 40 şimal, 45 qərb, buna uyğun zaten bir dənə cavabımız var idi. B variantı doğrudur. Bizə həm də bu məsafəni də istəyir. Məsafəni tapmaq üçün isə gəlin daha yaxından bunu qeyd etməyə çalışaq. Müvafiq olaraq, birinci addımda biz, gəlin görək, 40 dərəcə qalxmışıqsa, meridiyanda bir dərəcə nə qədərdir? 111. 40-ı vurursunuz. 111-ə elədir 4440 kilometr. Daha sonra qərb istiqaməti 40-cı paralel boyunca biz 45 dərəcə getmişik.
45 dərəcənin də 40-cı payının bir dərəcə qiyməti olan 85,4-ə vuracaqsınız. Bu da 3843 kilometr eləyir. Bizdən də bunların cəmini istəyir, ümumi gedilən yolu istəyir. Əlbəttə ki, ümumi gedilən yol da elə burada təqdim edilən 8283 kilometr edəcək. Davam edirik. Altıncı testə baxaq. Şimal yarımkürəsində yerləşən A məntəqəsində günəş şüalarının il ərzində maksimum düşmə bucağı 53 dərəcədir. Bu məntəqədə günəş Bakı şəhərindən 100 dəqiqə tez çıxır. A məntəqəsinin coğrafi koordinatları müəyyən edin. Yoldaşlar, şimal yarımkürəsində məntəqə yerləşdiyinə diqqət etməliydiniz. A məntəqəsində il ərzində maksimum düşmə bucağı 53,5 dərəcədir. Yadda saxlayın ki, şimal yarımkürəsində mülayim işıqlanma qurşağında yerləşən məntəqələr üçün maksimum düşmə bucağı 22 iyun tarixində müşahidə edilir. Bu tarixdə də günəşin zenit vəziyyəti 23,5 dərəcə şimal enliyidir. Bizim məntəqəyə nə qədər düşmə bucağı verilib? 53,5 dərəcə. Məntəqənin enliyini tapmaq üçün sizə sxematik bir qayda izah edəcəm. Ondan istifadə edərək rahatlıqla tapa bilərsiniz. Belə ki, bu ekvatorumuz olsun. Bu şimal tropikimizdir və 22 gün tarixində günəş burada zenitdədir. Ancaq bizim məntəqəmiz hansı bir enlikdir? X enliyi. Bunu bilmirik. X şimal enliyi. Və bura neçə dərəcə düşüb? 53,5 dərəcə. O zaman biz qayda olaraq belə bir ifadə işlədəcəyik. Zenitin olduğu enlikdən neçə dərəcə şimala və yaxud da ki cənuba gediriksə, 90 o qədər azalır. 90 53,5-ə qədər azalıbsa neçə dərəcə azalıb? Gəlin hesablayaq. 90 çıxılsın 53,5 dərəcə. Bu da nə qədər eləyəcək? 53 çıxanda müvafiq olaraq 37, 36,5. Beləliklə bu rəqəm müvafiq olaraq bu iki paralel arasındakı göstəricidir. 36,5 enlik fərqidir. Və biz enliyimizi tapmaq üçün də 23,5-dən 36,5 şimala qalxmalıyıq. Bu zaman hara çatarıq? 60 şimal enliyinə. Beləliklə A məntəqəsinin enliyini tapdıq. 60 şimal. Bir də koordinatın digər tərəfi coğrafi uzunluq idi. Bunu tapmaq üçün də zaman fərqinə baxırıq. Arada 100 dəqiqə zaman fərqi var. Biz də bilməliyik ki, bircə dərəcə dönmək üçün 4 dəqiqə zaman tələb edir. Bəs neçə dərəcə 100 dəqiqə zaman fərqi verir? Dəqiqəni nə edirik? 4-ə bölürük. Bu da bizə 20 dərəcə coğrafi uzunluq fərqi verir. Burada Bakı şəhərini görürsünüz. Bakı 50 dərəcə şərq uzunluğudur. Məntəqədə isə 100 dəqiqə, yəni 20 dərəcəlik fərq var. Yəni 20 dərəcə tez dediyinə görə bizdən daha şərqdədir. Bakı 50 şərq isə burada 20 dərəcə daha şərqdə olduğuna görə 70 şərq eləyəcək. Üzr istəyirəm, 100-ü 4-ə böləndə 20 eləməz. 25 eləyər, diqqətsizlik olub. Bakıdan da 25 şərqə gedəndə tez çıxdığına görə 75 şərqə çatarıq. Məntəqəmiz 60 şimal, 75 dərəcə şərq uzunluğudur. Biraz uzun danışdım, yordum sizi, üzülürsən. Davam edək. Buna uyğun koordinat variant olaraq harada verilib? 60 şimal, 75 şərq uzunluğu Y variantında verilib. 2023 qəbul testidir. Demək olar ki, tez-tez qəbullarda istifadə edilən nümunədir bu. Kanalımızda bu tipli videolar çoxdur. Daxil olub, araşdırıb izləyə bilərsiniz. Bu mövzunu möhkəmləndirməyə çalışın. Yenidən qarşınıza çıxacaq. 2019-a geri qayıdaq. Belə bir sualımız var. Eyni meridian üzərində yerləşən A və B məntəqələri arasında ən qısa məsafə 8880 kilometrdir. Deməli, eyni meridian üzərindədirsə biz nə etməliyik? 111-ə bölməliyik. 8880-i 111-ə bölsəz, bu da 40 dərəcə eləyəcək. 80 dərəcə eləyəcək. İndi B-nin olduğu yeri tapmaq üçün A-dan 80 dərəcə yuxarı qalxaq. 40-ını ekvatora qədər və yerdə qalan 40-ı da şimal yarımkürəsinə keçəcək. B məntəqəsi 40 dərəcə şimal enliyindədir. İlk bu nöqtəyə qədər oxuduğumuz hissəsə siz təbii ki B-nin enliyini təyin etməyə bacarmalıydınız. İkinci ifadəyə baxaq. B məntəqəsinin yerləşdiyi coğrafi enliyə aid olan xüsusiyyətlər müəyyən edin. Yəni 40 şimal enliyinə aid olanları gəlin axtaraq. Hansılardır? 1.
Payız gecə-gündüz bərabərliyi zamanı günorta günəş şüalarının düşmə bucağı 10 dərəcədir. Payız gecə-gündüz söhbət 23 sentyabrdan gedir. Bu tarixdə günəş ekvatorda olur və ekvatorda zenitdə olanda 90-dan enliyə çıxmaqla düşmə bucağının 50 dərəcə olduğunu təyin edə bilərsiniz. Burada isə 10 dərəcə yazıb 50 dərəcə olmalıdır. Yanlışdır. İkinci ifadəyə baxaq. Qərb küləklərinin təsiri altındadır. Bəli, doğrudur. Bilirik ki, tropik enliklərdən mülayim enliklərə doğru əsən küləklər qərb küləklərdir. 40, 50, 60-cı enliklərə məhz qərb küləkləri təsir edir. Davam edirəm. Deməli, bizdə ikinci ifadə doğrudur. Siz variantla da işləməyi bacarın. Misal üçün, bir yanlışsa bir olanları silin. Müvafiq olaraq AC getdi. 2 doğrudursa 2 olanı saxlayın. Misal üçün, bizim D'də 2 olmadığına görə sildik. Burada 6 ortaqdır. Heç ona baxmaya ehtiyac qalmır. 3 doğrudursa Y, yanlışsa B doğru olur. Bu şəkildə işləsəz, qısa müddətdə tez cavabları tapa bilərsiniz. 3-ə baxaq. Yay gün dönümündə söhbət 22 iyun tarixindən gedir. Günorta günəş şüalarının düşmə bucağı 26.5 dərəcədir. Bu yanlışdır. Gəlin belə deməyək. Bunu həll edək. 90 dərəcə çıxılsın. Müvafiq olaraq məntəqə hardadır? 40 dərəcə şimaldadır. Yay gün dönümündə günəş harda olur? Şimal tropikində 23.5 şimalda. Hər ikisi şimalda denir, çıxırdıq. Arada enlik fərqi 16.5 edir. 90-dan da çıxanda 73.5 dərəcə edir. Burada 26.5 verilib, yanlışdır. Bu, qış gün dönümü tarixi üçün səciyyəvidir. 3 yanlışdırsa, avtomatik olaraq B doğru çıxır. Biz isə davam edək. Dördüncüdə, qış gün dönümündə günorta günəş şüalarının düşmə bucağı 26.5-dir. Bəli, 90 çıxılsın düşmə bucağı qaydasına əsasən məntəqənin enliyi 40, zenit vəziyyət 23.5, biri şimal, biri cənub olduğuna görə əks yarımkürədə toplayırdınız. 63.5, 90-dan çıxanda da 26.5 eləyir. Həqiqətən də 4-dəki ifadə doğruymuş. 5-də subekvator iqlim qurşağında yerləşir. Yanlışdır. O ərazilər subtropik ola bilər. Davam edirik. El Azərbaycan yerləşir enlikdir. 6-da mülayim işıqlanma qurşağında yerləşir. Bu da doğrudur. Siz bilməlisiniz ki, 23.5 ilə 66.5 dərəcə enliklər arasında olan ərazilər mülayimdir. Xüsusilə də bu şimal mülayim işıqlanma qurşağıdır. Doğru cavab elə B-dəki kimidir. 9 nömrəli testimizə baxırıq. A məntəqəsi 30 dərəcə şərq uzunluğunda yerləşir. Bu məntəqə ilə günəşin ildə bir dəfə zenitdə olduğu enlik arasındakı ən qısa məsafə 4773 kilometrdir. Bu arada günəşin bir dəfə zenitdə olduğu enliklər bilirsiniz ki, tropiklərdir. Şimal və cənub tropiki. A məntəqəmiz isə ondan 4773 kilometr aşağıdadır. Bu da əlbəttə ki, siz aşağı və ya yuxarı deyiriksə, şimala cənuba gedəndə meridian boyunca gedirik. 111-ə bölürsünüz. 4773-ü 111-ə bölsəz, bu zaman 43 dərəcəlik enlik fərqi alarsınız. Davam edək. Deməli, bizim A məntəqəsi ya şimal ya da cənub tropikindən 43 dərəcə cənubdadır. A məntəqəsinin deməli, bu arada cənubda olduğunu mən daha əvvəl şərt oxuduğuma görə dedim. Biraz tələsdim, zərər yoxdur, oxuyaq. A məntəqəsinin bu enlikdən cənubda yerləşdiyini nəzərə alaraq bu məntəqə üçün doğru olan xüsusiyyətlər müəyyən edin. Yəni, gördüyünüz kimi cənubda olması özü verib. Buna əsasən az öncə qeyd eləmişdim. Beləliklə, gəlin A məntəqəsinin mümkün olan enliklərini tapmağa çalışaq. Bunun üçün də bu hissəni təmizləyim. Belə ki, bu ekvatorumuz olsun. Bu da şimal tropikimiz olsun. 23.5 şimal enliyi. Günəşin bir dəfə zenitdə olduğu enliklərdən biri də şimal tropikidir. A məntəqəsi isə bundan müvafiq olaraq biz az öncə dedik 43 dərəcə cənubdadır. 23.5 şimal ilə 43 cənuba geçsək biz hara çatarıq? 19.5 dərəcə cənub enliyi. Bu arada məntəqəmiz bayaqları 30 şərq uzunluğunda olduğu bizə bəlli idi. 30 dərəcə şərq uzunluğu. Deməli, A məntəqənin mümkün olma ehtimalı birinci koordinatı nədir? 19.5 cənub enliyi ilə 30 şərq uzunluğudur. İkinci versiyanı mavi ilə göstərəcəm. Günəşin bir dəfə zenitdə olduğu digər enlik isə cənub tropikidir. 23.5 cənub enliyi. Və bundan bir dəfə biz neyək? 43 dərəcə neyinirik? Aşağı düşürük. 43 dərəcə. Bu zaman hara düşərik? 66.5 cənub enliyi. Buna da digər mavi rəngdə A məntəqəsi deyirəm. Deməli, bizim 2 dənə məntəqəmiz oldu. Birinci A məntəqəmiz 19.5 cənub enliyi 30 şərq, digər A məntəqəmiz isə 66.5 cənub enliyi və müvafiq olaraq 30 şərq uzunluğudur. İfadələrdən görək, hansına uyğundur və son olaraq da cavabımızda çıxacaq. Birinci ifadəyə diqqət edirəm.
Dünyanın ən isti materikində şərq istiqamətinə axan hövzəsinə uyğun gəlir. Deməli, dünyanın ən isti materiki bilirsiniz ki, Afrika materikidir. Və Afrika materikində də bu iki məntəqə koordinatları içərisində şərq istiqamətində axan çay hövzəsi Zambezi çayını biz görə bilərik. Hansı ki, o məhz bizim qırmızı ilə verdiyimiz A məntəqəsinə uyğun gəlir. Bunu xəritədə baxacaqsınız. Müvafiq olaraq yarımküre xəritəsində 19-15 cənub enliyi, 30 şərq uzunluğuna baxsınız, həmin ərazi Zambezi çayının hövzəsinə uyğun gələcək. İkinci ifadəyə baxıram. Biri götürdük. 22 dekabr tarixində Günəş zenit vəziyyəti müşahidə olunmur. 22 dekabrda Günəş cənub tropik 23.5 üzərində zenitdə olur. Bizim məntəqələrdən heç biri həmin tropik üzərində olmadığına görə bu ifadə də doğrudur. Həm bizim yuxarıdakı qırmızı A üçün, həm də aşağıdakı A üçün də keçərlidir. Davam edirəm. 3. Coğrafi koordinatı 23.5 şimali enliyi və 30 şərq uzunluğudur. Bu ifadə 23.5 şimal və 30 şərq bura üçün səciyyəvidir. Amma bizim heç bir A məntəqəmiz bu şərti ödəmir, bunu sildik. Davam edirəm. Dördüncüdə deyir ki, London şəhərlə yerli vaxt fərqi 2 saatdır. London bilirsiniz ki, başlanğıc meridian 0-cı meridianı da əzbərə bilin. Bizim məntəqəmiz isə hər ikisi bilirsiniz ki, 30 şərq uzunluğundadır. 0 ilə 30 arasında 30 dərəcə fərq var. 30-u da 15-ə bölsəz 2 saat edir. Tamamilə doğrudur. Bu ifadəni də götürürsünüz. Beləliklə 1, 2 və 4 bizim bu qırmızı ilə yazdığımız A üçün ödəyir. Buna uyğun cavabımız da var. C doğrudur. Bu arada əlavə məlumat üçün tamamlamaq üçün bu arada 4'ü burada qeyd edirəm. Çünki aşağıdakı üçün də ödəyir. Davam edək. 5-ci ifadəyə baxıram. Qütb ulduzu müşahidə edilir. Təqdim edilən hər iki məntəqə cənubda olduğuna görə qütb ulduzu görə bilməz. Qütb ulduzu yalnız şimal yarımkürəsində görünürdü və məntəqə hansı enlikdəsə ona uyğun bucaq altına düşürdü. 40 şimala 40, 90 şimala 90 və s. axır. Ekvator və cənubda görünməz. 6-da şimal mülayim işıqlanma qurşağının cənub sərhədində yerləşir. Şimal mülayim işıqlanma 23.5 şimal 66.5 şimal arasındadır. Hansı ki, onun da cənub sərhədi 23.5 şimal tropikidir. Bizim məntəqələrin heç biri buna uyğun gəlmir. Beləliklə, bizim belə başa düşürük ki, məntəqəmiz cənubdakı yox, əslində əsl doğru cavab 19.5 cənub eni ilə 30 şərq uzunluğundakı ilə qırmızı A-mız imiş. Buna ehtiyac yox idi. Sadəcə tam anlayasınız deyə təsvir etmişdim. Beləliklə, həmin bu A məntəqəsində 1, 2, 4-dəki ifadələr uyğun gəlirmiş. Özünüz təzədən videonu əvvələ qaytarıb izləyirsiniz, anlamadınızsa. 10-cu sualımıza diqqət edirik. Yerin xəyali orbit müstəvisinə meyl bucağının dəyişməsi ilə qış gündönümündə günorta vaxtı Pekin şəhərində günəş şüalarının düşmə bucağı artarsa, doğru olan ifadələri təyin edin. Bunu anlamaq üçün sizə belə bir nümunə deyim. Normalda yerin xəyali orbit müstəvisinə hal-hazırda 66.5 dərəcə meyillidir. Qış gündönümü tarixində də günəşin zenit vəziyyəti. Gəlin Pekin şəhərini burada çəkim, tam aydın olsun sizə. Pekin Bakı ilə eyni enlikdədir, 40 dərəcə şimal enində yerləşir. Normalda qış gündönümü tarixi hazırki şərtlərlə nəzər salsaq, bilirsiniz ki, bu tarixdə günəş cənub tropikində zenitdə olur. 23.5 cənub enliyi. Buna uyğun olaraq Pekinə nə qədər düşmə bucağı qeydə alınır? 26.5 necə tapdıq? Qaydamız belə idi. 90 çıxısı mörtəzədə enlik Pekin 40. Zenit vəziyyəti də 23.5 cənub tropikidir. Cənubda olduğuna görə toplayırsınız. Bu da müvafiq olaraq 60.5 90-dan çıxanda da 26.5 edir. Normalda Pekinə qış gündönümü tarixində bizdəki kimi neçə dərəcə düşür? 26.5 düşür. Amma bizim şərtimizdə nə deyir? Həmin bu tarixdə günəşin düşmə bucağı artarsa deyir. Yəni, məsəl üçün özümüzə rəqəm deyək, 30 dərəcə deyək. İndi 30 dərəcə olarsa, zenit vəziyyətini biz neynəmişik? Özümüzə yaxınlaşdırmışıq ki, düşmə bucağı artıb. Qayda belə idi də. Zenit yaxınlaşanda düşmə bucağı artır, zenit uzaqlaşanda aradakı fərq böyüdüyünə görə düşmə bucağı kiçilir. Bu səfər, məsəl üçün 30 dedimsə, zenit hara olacaq? Bunu da tapaq. 90 çıxılsın 30, elədi nə? 60. Bu 60 Pekinlə zenitin olduğu enlik arasındakı fərqdir. Gəlin o enliyi tapaq. Pekindən 60 dərəcə cənuba düşərsiniz. 40-ı ekvatora qədər gələrik, hara çatarıq? 20 dərəcə cənub enli. Beləliklə, nəticə belə oldu. Əgər verilən şərtdəki kimi qış gündönümü tarixində Pekin şəhərinə düşmə bucağı artıbsa, şimaldakı məntəqə artıbsa, zenit vəziyyəti ekvatora yaxınlaşıb. Yəni, artıq bizim tropiklərimiz 23.5-dən yox, hardan keçir? 20 cənub enliyindən. Bu da
şərti olaraq sizə başa düşündüyünə rəqəmlə başa saldım. Verilən şərtə görə artıq biz belə başa düşürük ki, tropiklər 23.5-dən yox, neçədən keçəcək? 20 dərəcədən şimal və cənubdan keçəcək. Baxaq, birinci ifadə bizdən doğru ifadə istəyir. Qütb gecə və gündüzdən müşahidə olunduğu ərazilərin sahəsi azalar. Qütb gecə gündüzdən müşahidə edildiyi normal ərazilər 66.5-dən 90 dərəcəlik enliklərdir. Amma bizim bu şərtə görə artıq tropik 20-dən keçirsə, 90-dan da 20 çıxanda artıq qütblər də 70-dən başlayacaq. Bu da deməkdir ki, qütb gecə gündüzdən müşahidə edildiyi ərazinin sahəsi azalar. Bəli, əvvəl 66.5-dən 90-a qədər idi. 23.5 dərəcə enlik fərqi vardı. İndi isə cəmi 20 dərəcə fərq var. 70-dən 90-a qədər olan ərazilərdə müşahidə ediləcək. Daha sonra 2. Tropik xəttin uzunluğu artar. Bu da doğrudur. Əvvəl tropiklər 23.5 dərəcə enliklərdən keçirdi. İndi isə ekvator daha yaxın olan enlikdən keçir. Biz də bilirik ki, yer kürə şəklindədir. Paralellər də ekvator yaxınlaşdıqca uzunluğu artırdı. 20 dərəcəli paralelin uzunluğu 23.5 dərəcə paralelin üzərindən daha çoxdur. 2 də doğrudur. 3. Mərakeş ərazisində günəş zeniti ola bilər. Normalda Mərakeşdə günəş zeniti olmur. Çünki şimal tropinin ərazisi şimaldadır. Bu zaman əlbəttə ki, ümumiyyətlə olmayacaq. Çünki zenit vəziyyət daha da ekvatora yaxınlaşıb. Tropik işıqlanmanın sahəsi kiçilib. 4-cü ifadəyə baxırıq. Uruqvay ərazisində günorta vaxtı şüaların düşmə bucağı artar. Gəlin baxaq. Qış gündönümündən söhbət gedir, elə deyilmi? Qış gündönümü tarixində günəş harda zenitdə olur? Cənub tropikində. Normalda, gəlin buranı təmizləyək. Uruqvay cənubdakı bir ölkədir. Hansı ki, məsəl üçün bir enlik deyək özümüzdən 40 dərəcə yazaq elə şərti olaraq. Normalda biz bilirik ki, məsəl üçün qış gündönümü tarixində zenit vəziyyət harda olurdu normalda? 22 dəqiqə cənub tropikində. Özünə daha yaxın idi. Amma bu verilən şərtə görə artıq tropikin olduğu enlik bundan daha da uzaqlaşıb. Aradakı fərq böyüyüb. Fərq böyüyəndə nə olacaq? Əlbəttə ki, düşmə bucaqda kiçiləcək. Bunu da artıq praktik olaraq rəqəmlərdən istifadə edib həll edib görə bilərsiniz. Bu hissəni anlamayanlar bu nümunəni görsünlər. Misal üçün, gəlin normal vəziyyəti qeyd edək. Normalda günəş 23.5 cənub enində zenitdə olurdu qış gündəmdə. 90 çıxılsın mörtəzədə enlik. Uruqvaya şərti olaraq 40 dedim. Bu fərqli enlik ola bilər, problem deyil. Əsas mahiyyəti başa düşün. Bu zaman qış gündəmində əlbəttə günəş cənubda zenitdədir. Hər ikisi cənubdasa çıxırsınız. Bu da eləyəcək 16.5 90-dan çıxanda da nə elədi? 73.5 dərəcə. Bu normalda ora qış gündəmində düşən göstərici idi. Ancaq şərtə görə artıq bizim zenit vəziyyəti 23.5 yox 20 dərəcə enlikdən olacaq. 90 çıxılsın bu səfər 40 minus 20. Bu səfər gördüyünüz kimi 20 dərəcə olacaq və 90-dan da onu çıxanda 70 dərəcə eləyəcək. Normal 70.5 idi. İndi isə 3.5 dərəcəlik zenit vəziyyəti dəyişdiyinə görə, yəni ekvator yaxınlaşdığına görə, bizim Uruqvaya görə uzaqlaşdığına görə düşmə bucaqda gördüyünüz kimi nədir? Azaldı. Burada isə artar deyir. Artar yox, azalar olmalı idi. 4 yanlışdır. 5-də. Hər iki yarımkürənin mülayim işıqlanma qurşan sahəsi artar. Bu doğrudur. Çünki normalda mülayim işıqlanma qurşan sərhədləri 23.5-dən 66.5 arasında idi. Ancaq bu verilən şərtə görə 20 ilə 70 arasında olacaq. Yəni artıq daha böyük olacaq. Doğrudur. Beləliklə 1-2-5-ə uyğun olaraq Y doğrudur. Alttaki ifadəni də baxaq. Qütb dairəsinin uzunluğu artar. Xeyr. Normalda qütb dairəsi 66.5-dən keçirdi. Amma bizim şərtə görə artıq 70 dərəcəlik paraleldən keçəcək və nəticə etibarilə də qütbə daha yaxın oldu. Paralellər də qütbə yaxınlaşdıqca kiçilir deyə qeyd elədik. Yoldaşlar, videomuz çox uzun olur. O yüzden də 10 dərəcəlik hələlik bu videoda yekunlaşdırıram. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın. Videolarımızdan vaxtında xəbərdar ola biləsiniz deyə. Bu arada qarşıdakı videolarımızın hansı mövzularla əlaqədar çəkilməsini istəyirsinizsə də rəylərdə fikirlərinizi bildirin. Mütləq nəzərə alacağım. Sürət qruplarımıza qoşulmaq istəyən də elə burada qeyd elədiyimiz telefon nömrəsindən WhatsApp vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Əyani dərslərimiz isə Bakı şəhərində Biləcəri qəsəbəsində təşkil edilir. Daha ətraflı məlumat üçün qeyd etdiyim kimi telefon nömrəsindən əlaqə saxlaya bilərsiniz. Hələlik yoldaşlar, özünüzə yaxşı baxın. Növbəti videomuzda görüşənədək. Sağ olun.